Ramazan, Quranın baharı, rəhmət və bağışlanma ayı. Xoş gəldin Quranın baharı. Ramazan, qəlblərin nurla dolduğu, duaların göylərə yüksəldiyi mübarək bir aydır. Bu ayda hər bir ayə bir Quran kimi qəlbimizə işıq saçır, ruhumuzu aydınlandırır. Ramazan, Quranla ünsiyyət ayıdır. Hər oxunan ayə bizi Rəbbimizə daha da yaxınlaşdırır. Oruc təkcə aclıq deyil, nəfsin tərbiyəsi, səbrin zirvəsidir. Hər iftar süfrəsi paylaşmağın gözəlliyini, hər sahur niyyəti isə imanımızı gücləndirir. Gəlin bu mübarək ayda daha çox yaxşılıq edək, ehtiyacı olanları sevindirək və birlikdə dua edək. Çünki Ramazan yalnız oruc deyil, sevgi, mərhəmət və bağışlanma ayıdır. Ramazan ayınız mübarək.